السلام عليكم ورحمة الله. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين والعاقبة للتقوى واليقين، والصلاة والسلام على أشرف الأنبياء والمرسلين حبيبنا وحبيب الله العالمين أبي القاسم محمد صلى الله عليه الطاهرين المعصومين، ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. صدق الله العلي العظيم. عباد الله، أوصيكم ونفسي بتقوى الله. Aziz möhtərəm müminlər, günlərin seyyidi cümə günündə məkanların alisi Allah evində əvvəla özünü və siffətlikləri ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah mücadisləri təqvalı yaşamağa müvəffəq eləsin inşallah. Zilqədə ayı, haram aylardan olan Zilqədə ayını yaşayırıq və Zilqədə ayının ilk günü dedik ki, xanım Məsumə Salamullahi aleyhanın mübarək Mövlud günüdür və Zilqədə ayının 11-də İmamət səmasının 8-ci günəki qəriblər ağası Həzrət İmam Rıza əleyhissalamın mübarək Mövlud günü öncədən hər birimizi təbrik edirəm və bu 10 günlük kəramət 10 günlüydür və ayın 28-də tam namazından sonra məscidimizdə Həzrət İmam Rıza əleyhissalamın mübarək Mövlud gecəsi ilə əlaqədar olaraq məclis keçiriləcək, önündə dəvət edilir. İslamın əzəmətli dəyərlərindən biri şəhidlikdir. Şəhidlik İslamla dünyaya gəlmiş və İslamla bütün dünya coğrafiyasında tanınmış bir âli məqam üstünlükdür. İslamdan başqa bir dinlərdə şəhidlik anlamı yoxdur. Ola bilər onlarda müəyyən haqq uğrunda ya məsələn hər hansı bir torpaqları, vətəni uğrunda ölmüş insanlara müəyyən bir dəyər verilsin, məsələn həlak oldu filan ifadələrlə. Lakin şəhidlik anlamı yalnız və yalnız İslam dini bəşərə təqdim elədir. Təbii ki, İslam dini deyərkən bütün peyğəmbərlərin zamanında bu missiya var idi, şəhidlik, şəhid olmaq. Necə ki, bəzi peyğəmbərlər də elə şəhid oldular. Amma bu termin olaraq İslamla bəşərdə tanınır. Və Quran-ı Kərimdə şəhidliyin barəsində bir neçə ayələrimiz var bizim. Allah-u Teala Bəqərə surəsinin 154-cü ayəsində şəhidləri bizə tanıtdırarkən Allah-u Teala buyurur: "Əuzu billahi mineşşeytanirracim. Və la təqullu limen yuqtalu fi sabilillahi əmvata. Bəl əhya'un velakin la təş'urun." Allah yolunda ölmüş insanlara, öldürülmüş insanlara ölü deməyir. Onlar əsli həqiqətində diridirlər, lakin siz dərk etmirsiniz, siz anlamırsınız, başa düşmürsünüz onların diri olmaqları, həqiqətən dirilişləri nədən ibarət. Yenə deyirəm ki, məsələn, cismani olaraq biz o şəhidlərin həlak olduqlarını görmüşük, öldüklərini görmüşük. Lakin Allah bizə deyir ki, onlar diridirlər. Diridirlər yəni nə? Yəni onların missiyası yaşayır. Onların həyatda qoyduqları yol yaşayır. Onların mövqeləri yaşayır, onların amalları yaşayır. Bu amallar heç vaxt getməyəcək. Yəni bir tərəfini izah edəcək. Mən demirəm ki, Allah bunu deyir. Çünki Allah deyir ki, siz başa düşmürsünüz. Sadəcə bir anlamda da budur ki, onların missiyaları əbədi yaşardır. Onların həyatda çıxdıqları yol daimidir.
Onlar bir yol, bir iz çəkdilər ki, o yol bəşəri daim haqqa tərəf aparacaq. Onların amalları heç vaxt aradan getməyəcək. Şəhidlərin barəsində niyə Allah bu qədər onları təqdir edir? Bu qədər onları uzaq tutur? Bir hədis rastıma çıxdı. O hədisdə Allah Teala deyir ki, İsar edən insan bilirsiniz kimə deyilir? İsar yaxşılıq edən insan mənasında deyil. İsar yaxşılığı edir, bir halda ki onun özünün ona ehtiyacı var. Buna İsar deyil. Məsələn, mənim pulum var, imkanım var, bir ehtiyaclıya da əl tuturam. Buna İsar deyilmez, buna yardım deyilər. İsar o yaxşılığa, o yardıma deyilir ki, o köməyə deyilir ki, mənim özümün ona ehtiyacı var idi. Öz ehtiyacım olduğu təqdirdə verdim başqasına. O ehtiyacının ehtiyacı aradan getdi. Buna deyərlər İsar. Necə ki, məsələn, Quran-ı Kərimdə Əhl-i Beytin barəsində gəldi. Həzrət Əli əleyhissalam, Xanım Zəhra salamü aleyhi və İmam Həsən və İmam Hüseyn əleyhissalamlar oruç tutmuşlar. İftarda özlərinin ehtiyacı var idi o yeməyə. Bir gün sailə, bir gün yetimə, bir gün də miskinə verdilər. Öz ehtiyacları olan halda. Buna deyərlər İsar. Bu İsar insanlığın ən ali zirvəsi. Yəni, sənin öz ehtiyacın var, səni heç kim qınaya bilməz buna görə. Sənin öz ehtiyacın var buna. Öz ehtiyacın var, deyirsən ki, yox. Mən özümdən çox insanları sevirəm. Ehtiyacı olan insanlara. Hədisdə keçir ki, kim ömründə bir dəfə isar etsə, Allah mütəala deyir ki, mən qiyamətin günündə həmin şəxsi sorğu-sual eləməyə həya edirəm. Utanıram bizim dillərimizdə. Bu insana mən necə sorğu-sual edeyim ki, bunun elə bir dəyəri var ki, bu bütün insanlığı özündən üstün tutur. Öz ehtiyacı olduğu təqdirdə öz ehtiyaclarını kənara qoyur, insanların köməyinə qaçır. Belə bir insanı mən necə hesab tuta verirəm? Əzizlərim, şəhid də ona görə alidir ki, şəhid isar edir. O həyata, o yaşayışa, o cana özünün ehtiyacı var idi. Amma öz ehtiyacı olduğu təqdirdə bəşər yaşasın, haqq yaşasın, ədalət yaşasın, din yaşasın, millət yaşasın deyənə öz canından keçir. O bizim şəhidlərimiz ki var, o şəhidlərimiz özlərinin də o həyata ehtiyacları var, o yaşamağa ehtiyacları var. Amma o həyatlarını bizim həyatımızın yaxşı olması üçün öz həyatları var. Niyə İmam Hüseyn əleyhissalamın məqamı qədər var? Alidir. Çünki İmam Hüseyn əleyhissalam bəşərə bir can verdi. Öz canından keçdi, öz balalarından keçdi ki, onların hamısına özlərinin ehtiyacı var. İmam Hüseyn əleyhissalamın Əli Əsgərə ehtiyacı yoxdur, Əli Əsgərə ehtiyacı yoxdur. Həzrət Əbəlfəzlə ehtiyacı yoxdur. Lazım idi. Amma onları fəda edir Allah yolunda, təki bu din, bu amallar, bu məqsədlər yaşasın. Ona görə bəzi insanlara başa düşmək çətin gəlir ki, Allah İmam Hüseyn əleyhissalama bu qədər mükafatlar niyə verir? Xütbəsinin adına dualar qəbuldur və sair məqamlar ki, İmam Hüseyn əleyhissalamın barəsində Allah sadalayır. Məsələ burasındadır ki, bu insan nə qədər âli bir məqam sahibidir, nə qədər əzəmətli bir şəxsiyyətdir ki, Allah yolunda öz canından keçmək. Əziz Peyğəmbərimizdən buyurur ki, Məvqə kulli zeytərən birrun həttə yuqtalı fi səbilillah və izə qutilə fi səbilillah fəleysə xalqahı verir. Əziz Peyğəmbərimiz buyurur ki, bütün yaxşılıqların üstündə bir yaxşılıq. Ağlığa yaxşılıq deyərkən nə gəlir? Namaz gəlir, oruc gəlir, həcc gəlir, ehtiyaclara yardım eləmək gəlir, yaxşı iş görmək, hər nə gəlir, zehnivə ağlığa nə gəlir? Əziz Peyğəmbər buyurur ki, bütün sizin ağlınıza gələn yaxşılıqlardan üstün bir yaxşılıq var. Lakin əziz Peyğəmbərimiz buyurur ki, bir yaxşılıq var ki, insan Allah yolunda özünə fəda edir. Öz canından keçər, şəhid olar, deyir bundan sonra bundan üstün bir məqam yoxdur.
Bundan âli bir məqam yoxdur. Allah bundan âli bir məqam çəkir. Və əzizlərim, şəhidlik də elə bir məsələdir ki, hər arzu edənə bunu vermirlər. İnsan yaşayışını elə yaşamalıdır ki, Allah onun sonunun mükafatını şəhadət yolu dünyadan aparır. Zaten insan dünyadan köçməlidir. Ömrü başa çatır, bir bəhanə ilə getməlidir. Allah onu ucuz bəhanələrlə aparır. Allah onu dəyərli bir amal uğrunda aparır. Ona şəhadəti bəxşir. Və hətta böyük alimlərin sözlərindən, deyirlər, bir insan qalay, yaşaya və daim mücadilə edir haqq uğrunda, bu insan həyatı boyu şəhid. Bir gün şəhid olmur, bu hər gün şəhid olur. Və bu cür yaşayan insanları Allah-u Teala sonunda elə şəhadətlə də dünyadan aparır. Onların mükafatını alır. Və əlbəttə, biz də bir xalq olaraq şəhadət anlamı bizə çox doğma bir kəlmə. Çünki biz müstəqilliyimizin ilk günlərində, hətta 18-ci ildən bəri bu torpaqların uğrunda, vətənin uğrunda şəhidlər verilmişdir. Ondan sonraki dönəmlərdə, ikinci səfər 1990-cı ildə biz yenidən müstəqilliyimizi qazanmaq üçün şəhidlər verdik, milyonlar şəhidlər verdik. Ondan sonra biz torpaqlarımızın azad olunmasında, vətən uğrunda şəhidlər verdik. Ona görə bu xalq, bu millət şəhadət anlamını dərk edir, şəhadət anlamını başa düşür, şəhadət anlamını sevir və bunlar da təbii ki, İslam qaynaqlarından xalqın damarlarına oxumuş bir eşqdir, bir dəyərdir. Xalq, millət, əziz Peyğəmbər, İslam şəhidləri, Kərbəla şəhidlərinin tarixini oxuyaraq şəhadət məktəbini sevirlər və seçirlər. Allah and verən izzətinə, zəlalına, əzəmətinə, Allah-u Teala bütün İslam uğrunda, bütün Allah uğrunda, din uğrunda, vətən uğrunda canlarından keçmək şəhidlərimizin məqamı daha da âli qərar versin inşallah. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad, Allahu samad, ləm yəlid və ləm yulad və ləm yekun ləhu kufuvan ahad. Sadaqallahu azim. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين. الصلاة والسلام على أشرف الأنبياء والمرسلين حبيبنا وحبيب إله العالمين أبي القاسم محمد صلى الله عليه وسلم وعلى آله الطيبين الطاهرين المعصومين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. صدق الله العظيم. عباد الله أوصيكم ونفسي بتقوى الله. Aziz müminlər, bir daha özümü və sizləri ilahi təqvaya riayət etməyə dəvət edirəm. Allah müzafizləri təqvalı yaşamaqda müvəffəq eləsin inşallah. Quran-ı Kərimdə Allah-u Teala Nur surəsinin 30 və 31-ci ayələrində müsəlmanlara bəzi əmrlər və bəzi qadağalar təyin edir. Allah-u Teala Nur surəsində xitabən müsəlmanlara, bu da xitab yalnız müsəlmanlaradır. Çünki bəzi xitablar var bütün insanlığa, bəzi xitablar var yalnız müsəlmanlara. Allah-u Teala buyurur: "Əuzu billahi mineşşeytanirracim. Qul lil mu'minina yaghuddu min absarihim və yahfazu furujahum. Zalika azka lahum innallaha xabirun bima yasnaun." Peyğəmbər, deyirəm mömin kişilərə. Onlar ki iman gətirirlər, onlar ki iddia edirlər biz da müsəlman, imanı əhli.
Peyğəmbər onlara çatdırdı. Deyirlər ki, gözlərini bağlasınlar, gözlərini yumsunlar. O şeylərə ki, onlara baxmağa Allah onlara qadağan edib. Yumsunlar əzizlərim. Yahudlu ərəb dilində gözü belə bağlamağa deyilir. Öz baxışlarını qısalt, öz baxışlarına nəzarət elə, kontrol elə baxışlarını. Yəni hara necə istəsən baxma. Ya bu cürdə ki adam gözünü yumub gəlsin. Yox, adam gözünü yumsa qəza eləyər. Gözünü açacaqsan, amma o şeylərə baxacaqsan ki, Allah o şeylərə icazə verir baxmağa. İnsanların namusuna baxmağa Allah qadağan edib, haram bilib. Bunun dünya axirət cəzaları var. Allah bunları deyib. Dünya cəzalarından biri də budur ki, Allah-u Teala buyurur ki, hər kim insanların namusuna kəz baxsa, onun öz namusuna kəz baxılacaq. Hədislərimizdə. Yəni, bir insan qeyrət edirsə, əgər istəyirsə ki, onun namusuna kəz baxılmasın, o zaman dinimizdir ki, sən də başqalarının namusuna baxmayacaqsan. Dünya əvəz dünyasıdır. Dünya nizam üzərində qurulmuş bir dünyadır. Din deyir ki, qeyrətin var. Qeyrətin varsa baxmayacaqsan. Çünki baxsan baxacaq. Əgər başqasının namusunu ucuz görsən, sənin namusunu ucuz görsən. Ayrıca Allah-u Teala buyurur: "Və qul lil-mu'minat yaghudduna min absarihinna və yahfazna furujahunna." Peyğəmbər kişilərin əmrincə döndüyündə xanımlara növbə çatır. Mümin xanımlara da deyir, onlar da gözlərini bağlasınlar, onlar da harama baxmasınlar və özlərini günahlardan qorusunlar. Pis günahlardan, zinadan özlərini qorusunlar. وَلَا يُبْدِينَ زِينَتَهُنَّ إِلَّا مَا ظَهَرَ مِنْهَا. Peyğəmbər xanımlara deyirlər ki, zinətlərini, bu ayə bəzi hallarda tam kamil tərcümə olunmur. Həm zinətlərini və həm də zinət yerlərini etsinlər. Yəni xanım əgər zinət əşyaları taxıbsa, sırğa kimi, sep kimi, boyunbağı kimi, qolbaq kimi, bu cür zinət əşyaları taxıbsa, Allah-u Teala deyir ki, Peyğəmbər xanımlara deyilən ki, bunlar cəlb edici, təhrik edici vasitələrdir. Bunları örtsün xanımlar və həm də onların yerlərini örtsün xanımlar. Tək onları örtməsin. Bəzi hallarda deyirlər ki, məsələn, zinəti örtmək deyib də Allah xeyr. Həm də zinət məkanlarını örtmək deyib Allah. Yəni birdən bir xanım zinət taxmayıbsa da belə, o zinət məkanları örtülməlidir. Yəni qulaqdır, boyundur, biləkdir. Bunlar örtülməlidir. Bunlar mütləq örtülməlidir. وَلْيَضْرِبْنَ بِخُمُورِهِنَّ عَلَى جُنُوبِهِنَّ. Və xumur, ximar sözünün üzərində örtükdür, baş örtüyü. O baş örtüklərini kamil şəkildə bağlasınlar və möhkəm şəkildə bağlasınlar, boş qalmasın. Boş saxlaya bilmərlər. Boş saxlasalar, bəzən onların zinətlərindən sayılan saçları görsənər. Onu da möhkəm bağlasınlar və neynəsinlər? Həmin örtüyü öz sinələrinin üstünə örtsünlər, ələ cünubihinnə, öz sinələrinin üstünə örtsünlər. Onların zinətləri örtülməlidir. Və la yubdinə zinətəhunnə illə libuyulatihinnə. İstisna var, xanımlara icazə verir Allah. Bunu bütün ümumi deyir. Hər bir halda bu örtük olmalıdır. Ayrıca Allah deyir, kimlərin yanında olar? İlla libuyulatihinnə, öz həyat yoldaşlarının yanında icazə verir. Əv abaihinnə, öz ataları, babalarının yanında icazə verir. Əv abaibuulatihinnə, öz həyat yoldaşlarının, atalarının yanında da icazə verir. Yəni qaynatanın yanında. Gəlin, başı açıq otura bilər, dinimiz buna icazə verir. Əv əbnaihinnə, öz evlatlarının yanında və əbnaibuulatihinnə və öz yoldaşlarının evlatlarının yanında bunlar
icazə verilən hədlərdir də. Bunlar indi bizim vaxtımızı çox tutmaması üçün ümumi şəkildə. Yəni da ki, bəzi hallarda deyirlər ki, Quranda hicab əmri yoxdur. Biz də deyirik ki, Quranda bu ilk ayədir və İslamda əvvəllərdə gəlmiş ayədir. Bunun üstəlik isə sonra Əhzab surəsində daha təkidli Allah hicabı əmr edir. Əvvəldə qoy bunu deyim ki, hicab İslamın əmri deyil. Bəzi hallarda bəziləri görürsən ki, İslama hücum eləmək istəyərkən hicabı əllərində bayraq hücum edir. İslam görürsünüz, xanımların hüquqlarını tapdalayır, xanımlara bir cür məhdudiyyətlər qoyur. Əzizlərim, İslamla hicab əmri gəlmir. Hicab əmri Hristiyanlıq dinində də var idi, Yahudilik dinində də var idi. Bütün dinlərdə, bütün səmavi dinlərdə Allah xanımları bu əmri edir. Baxın, Həzrət Məryəmin şəkilləri hər yerdə hicabdır. Hətta İslam camiyyəsində demirəm, gedin kilsələrə, hətta gedin kilsəyə getmək yaxşıdır. Mən gedirəm bəzi hallarda, gözəl havası var kilsə. Görürsən orada şəkillər qoydular, hicabla qoydular. Yəni, Həzrət Məryəm zamanında bu İslam dini ki, yox idi. Amma görürsən ki, hicab bütün dinlərdə var. Əvvəldə bunu deyim ki, bu İslam atributu kimi bunun üzərinə gəlmir. Tək İslamın dəyərlərindən deyil. İslam bunu təkidlə möhkəmləndirir. Amma bu ümumi bir dəyərdir. Və bu bütün müsəlmanların dəyəridir. Bütün müsəlmanların dəyəridir. Fərqi yoxdur, məsələdir. Bu İslamı bir dəyər. İslamı dəyər, keçən cümədə biz tolerantlıqdan danışırdıq. İslamı dəyər, hörmətlə həm hüquqi cəhətdən, həm mənəvi cəhətdən qorunmalıdır. Hər kəsin boynunun borcudur ki, milli dəyərlər və İslami dəyərlər bütün dinlərin dəyərləri. Hörmətlə qorunsun, bütün dinlərin dəyərləri. Hansısa bir dində bir dəyər varsa, biz ona hörmətsiz etmirik və etməməliyik, bir insana yaraşmaz. Bir insan əgər çıxır deyirsə, İslamın hər hansı bir dəyərini hədəf alırsa, fərqi yoxdur. İstəyir Qurban bayramını hədəf alsın, istəyir həcc ziyarətini hədəf alsın, fərqi yoxdur. İstəyir hicabı hədəf alsın. Bu insanın özündə bir mənəvi boşluqlar var və görürsünüz məsələn. Həmişə keçən mövzularda da birində dəyərləri gətirirlər, toqquşdurmağa çalışırlar. Ya milli dəyərlə dini dəyərləri gətirirlər, toqquşdurmağa çalışırlar. Ya məsələn, təhsil məsələsini qabardırlar. Ehtiyac yoxdur, biz deyək ki, məsələn, hicab təhsilə maneə deyil. Bunu aksiyonladır, bunu sübut eləmək ehtiyac yoxdur. Bunu o iddia edənlər özləridir ki, hicabın təhsilə heç bir maneəsi yoxdur. Sübuta ehtiyac yoxdur. Başqa ölçməyi, dərs oxumağa heç bir maneəsi yoxdur. Dərs oxumağa o qədər maneələr var, kifayətdir. Ona görə də bunlar bizim dinimizin dəyərləridir və bu dəyərlərə hamının hörmətlə yanaşması, sahib tutması hər birimizin o. Və Quran-ı Kərimdə Allah-u Teala Əhzab surəsində gəlir, daha təkidlə bu məsələnin üzərində. Ya əyyuhən nəbi, qul li əzvacikə və bənatikə və nisa'il müminin. Peyğəmbər decinən öz həyat yoldaşlarına, öz qızlarına və tək öz ailənlə kifayətlənmir. Möminlərin də ailələrinə çatdırcınən yudninə aleyhinnə min cəlabibihinnə öz örtüklərini üzərlərinə möhkəm şəkildə örtsünlər. Zalikə ədnə ən yu'rafnə fələ yu'zaynə və kânəllâhə ğafurən rəhimə. Bu, onların tanınması üçün daha yaxşıdır. Hicabla olmaları, onların tanınması üçün daha yaxşıdır. Tanınması, yəni, bir budur ki, imanlı tanınması üçün yaxşıdır, bir mənada. Bir mənada bu ayənin nazil olma səbəbi var. İslamın ilk vaxtlarıdır və xanımlar hicab bilirlər nədir, amma hicabı düzgün riayət eləmirlər. Bəzi hallarda hicabı boyun arxasından bağlayırlar, gətirirlər, boyun arxasından bağlayırlar.
bu boyun hissələri açıq qalır. Və çox təəssüflə mən deyirəm ki, bu gün də bəzi hallarda bəzi kitablar buna riayət etmirlər. Cahiliyyətin ilk dönəmlərində olan halı bu gün tətbiq edirlər, bu da yanlış. Hicaba yanaşmadır. Ümumilikdə hicabın mahiyyəti bundan ibarətdir ki, hicab örtükdür, naməhrəmlərin nəzərlərinin müqabilində. Hər o şey ki, naməhrəmlərin nəzərlərini özünü cəlb edir, o hicab deyil. O bir daha da öz vəzifəmizi yerinə yetirib, o xanımlara çatdırarız bu məsələni ki, sənin düşündüyün, öz düşündüyündə aldadırsan özünü, bəlkə ki, mən hicablıyam, deyil. Ya kamil hicablıyam, bir də istədiyin kimi gəlir. Zaten insan özünü niyə aldatsın ki? Hicab bərbəzəyi, hicab cürbəcür zərif parçalardan istifadəni qadağan edir. Həzrət Əli əleyhissalamın dedi: "Aleykum bis-səfiq fə innəmən raqqa savvahu raqqa dinə." Qalın cimlər giyin. Qalın məsələ budur ne? Yun parçalar giyin. Bu deyil İslamda. Qalın yəni çox nərm olan parçalar ki olur, çox həssas parçalar ki olur, bədənin formasını, şəklini bildirir. İslam dini ki, bu cürlə parçalardan istifadə etməyin. Elə parçalar seçin ki, bədənə yapışmasın. Elə qoy mən bunu deyim ki, bu hədis ayələr tək kişilər üçün, tək xanımlar üçün gəlir. Belə kişilərə də aid. Kişilər də biraz geyimlərinə zəhmət çəkib diqqət etməlidir. Bu elə xanımlara olan əmrlər deyil. Peyğəmbərimizdən hədisdir: "Leysə minna men təşəbbəhə bi qayrina." Bizdən deyil o insanlar ki, özlərini bizdən başqalarına oxşadır. Sən xarici deyil. Sən müsəlmansan. Müsəlman gəncliyə geyinmək üçün diqqət etməlidir. İki xeylağı da olsa, iki xeylağı həddindən artıq təhrik edici forma geyinməməlidir. O cür geyinməməlidir ki, elə sinəsi çöldə qalsın, beli çöldə qalsın, nə bilim, detalların birlikdə. İkisi də özünə uyğun şəkildə geyinməlidir. Bu həm bizim milli dəyərlərimizdir, əzizlərim. Bizim atalarımız, babalarımız, nənələrimiz həmişə necə riayət ediblərsə ki, o cür riayət olunmalıdır. Tez bəzilərdir ki, məsələn, şiddet, mədəniyyət falan. Qərbin təhsilini götürək, qərbin inkişafını götürək, qərbin xarakterlərini götürməyək səniyyətində, transfer etməyək qərbin xarakterlərini. Sən qərbdə bir şey götürməksən ki, yaxşı təhsil al. İnsanlar görsün ki, sən yaxşı təhsil al. Sənin dediyin şeylər qərbin mədəniyyəti, öyləsində meşənin mədəniyyəti qərb ötürür. Ona görə də bu cür məsələlərdə möminlər diqqətli olmalıdır, xanımlar diqqətli olmalıdır, hicablarında, hicabını seçməklərində. Bəli, ayə ne üçün nazil olmuşdu? Ayə xanımlar boynu ardından bağlayırdılar, çıxırdılar, bəzən məscidə gedirdilər zəruri hallarda. Bu çöldə görsən avara insanlar, görsən bunlara söz atırdılar. Bu ayə bunun üçün nazil oldu ki, Peyğəmbər xanımlara dinlən hicablarını elə ölçünlər ki, tanınsınlar mümin olduqları. Çünki cahil ərəblərin də xanımları baş örtürdülər, amma hicab formasında yox, boyun boğaz çöldə qalmaq şərtilə örtürdülər. Ona görə də onlar tanınsınlar, bilinsinlər ki, möminələrdir. Buna görə də onların hicabları kamil şəkildə olmalıdır və tək hicab deyil, əzizlərim. Eyni zamanda rəftarlar da hicaba uyğun olmalıdır. Mən bu ayənin sözünü tamam edirəm. Yenə də Əhzab surəsində Allah misal buyurur: "Fəla təxza'na bil qawl feyatma'allezine fi qalbihi maradun." Xanımlar tək hicabla kifayətlənməsinlər. Danışarkən də əzmə-düzmə danışmasınlar, rəftarlarını əzmə-düzmə etməsinlər, ta bu qarşı tərəflərin qəlbindəki xəstəlikləri oyatmasın. Allah bəşarət edir. İnsanların qəlbində bir xəstəlik var. Sən ondan çox nazik, çox əzmə-düzmə, çox yumuşaq danışın,
onun xəyalında bəzi günah fikirləri oyanacaq. O sənə qarşı cəsarətli olacaq. Buna görə xanımların da rəftarları hicablarına uyğun şəkildə olmalıdır. Allah-u Teala bizləri din İslamda sabit edən qərar versin inşallah.